Bu şəhərin adı dəyişəndə imperiyalar dağılırdı, insanlar susurdu. Tarixdə bu gün 3 fevral 1924-cü il. Bir vaxtlar Çarların paytaxtı olan Sankt-Peterburg, Vladimir Leninin ölümündən sonra Leningrad adlandırıldı. Bu sadəcə bir ad dəyişikliyi değildi. Bu keçmişin silinməsi və yeni bir rejimin tarixə öz möhrünü vurması idi. Sonrakı illərdə bu şəhər mühasirə gördü, aclıq yaşadı, milyonlarla insanını itirdi. Amma bütün bu ağrıların içində belə Leningrad diz çökmədi. Zaman keçdi, hakimiyyətlər dəyişdi və 1991-ci ildə şəhər öz adını geri aldı. Sankt-Peterburg. Bu hekayə bir həqiqəti açıq göstərir. Hakimiyyətlər dəyişə bilər, adlar silinə bilər. Amma yaşanan ağrı tarixdən silinmir. Zaman hər şeyi örtbasdır edə bilər. Amma həqiqət həmişə geri qayıdır.